Mesela 17-20-ci il Xiyabani hərəkatı. Xiyabani hərəkatı harada olur? Cənubi Azərbaycanda. Xiyabani hərəkatında məqsəd nə olmuşdur? Məqsəd nə olur? Cənubi Azərbaycana İran tərkibində muxtariyyət almaq. Baxın, məqsədləri buydu uşaqlar. Bu zaman Cənubi Azərbaycanda hakimiyyətdə kimlər? Hansı asıllığında? Rusiya asıllığında. Yəni biz sizdən keçmişik. 1914-15-ci illər Sarıqamış döyüşünü keçmişik. Sarıqamış döyüşündə demişdik ki, Rusiya Osmanlıya qalib gəlir və Ruslar Cənubi Azərbaycana, Təbriz şəhərinə daxil olurlar. Və bu zaman bir də deyirəm, hakimiyyətdə kimlər idi? Rusiya idi. Cənubi Azərbaycana Xiyabani hərəkatı, Xiyabani nə tələb edirdi uşaqlar? Tələb edirdi ki, Cənubi Azərbaycana İran tərəfində muxtariyyət verilsin. Bax, məqsəd bu idi. Deməli, İran Demokratik Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradıldı. 1917-ci ildə. Qısaca ittifaqiyyə şəkli formasında deyə bilərik. İran Demokratik Partiyasının Azərbaycan Əyalət Komitəsini kim yaratdı? Xiyabani. İdarə elədi. Düzdür? Bura qədər problem yoxdur ki. Tələb də bəllidir. Xaricilər ölkədən qovulsun. Əsas tələb muxtariyyət idi. Və eyni zamanda xaricilər. Xarici kim idi? Ruslar İranda ağalıq edirdi. Məqsəd deyil. 1917-ci ildə Təbriz konfransı oldu. Təbriz şəhərində konfrans keçirildi. Konfransda nə yaradıldı? Azərbaycan Demokratik Partiyası yaradıldı. Partiyası başqa adına birdən testdə firqəsi düşə bilər uşaqlar. Eyni şeydir. Azərbaycan Demokratik Partiyası və ya Azərbaycan Demokratik firqəsi yaradıldı. Qəzeti nə idi? Təzəddüd. Qəzet təzəddüd idi. Təzəddüd. Mərkəzi komitə yaradıldı. Mərkəzi komitə. Azərbaycan Demokratik Partiyası komissiyalar yarattı. Hansı komissiyalar? Ərzaq, məhəllə, yardım. Ərzaq komissiyası, yardım komissiyası, məhəllə, yoxsullar evi məhəllə və məhəllə komissiyası. İndi bunların adından bəllidir də. Məqsəd yardım etmək. Məsələn, ərzaq komissiyası imkansızlar araşdırırlar, müəyyən illər olaraq çörək pişikdir, paylayırlar. Yoxsullar evi, kimsəsizlər evində yoxdur. Yoxsullar evi, kimsəsizlər, yoxsullar orada saxlayırlar. Bax, bu komissiyaları yaradan qurum nə olmuşdur? Azərbaycan Demokratik Partiyası yaratmışdır. Uşaqlar, deməli, Birinci Dünya Müharibəsi dövründə Rusiya Birinci Dünya Müharibəsində daha tez çıxır. Brest-Litovsk müqaviləsindən çıxır. Çıxandan sonra Rusiya 18-ci ildə Cənubi Azərbaycandan qoşunlarını çıxarır. Rusiya Cənubi Azərbaycandan qoşunu çıxarır. 18-ci ildə 1918-ci ildə Cənubi Azərbaycana hansı dövlət daxil olur? İngiltərə daxil olur. Ya keçmişik Şimali Azərbaycana 18-ci ildə deməmişik 2 dəfə daxil oldu İngiltərə. 18-ci avqustda Destervil, 2018-ci noyabrında Thomson. Gəldilər, keçdilər İngiltərə. Keçdi Cənubi Azərbaycan, İran tamamilə keçdi hansı dövlətlərlə? İngiltərə. Hətta 1919-cu ildə İngiltərə Qacarlar arasında ticarət müqaviləsi imzalanır. Belə deyək, kəsə izahını belə deyirəm. Qacarlar, İran İngiltərədən asılı düşdü. Yəni Qacar-İran iqtisadiyyatı İngiltərədən asılı düşdü. Bu proseslər Cənubi Azərbaycanda mitingin, inqilabın daha da genişlənməsinə səbəb oldu. Silahlar. Keçirdik, yavaş-yavaş silahlı mübarizə. 1920-ci il aprel ayında silahlı inqilab baş verir Təbrizdə. Sakit yolla gəlib hakimiyyəti ələ alırlar. Yəni mübarizə ilə sakit yolla gəlib hakimiyyəti ələ alır. Yaxşı. Və yaradıldı nə? İctimai idarə heyəti. Yenə də bunun rəhbəri sədri kim olacaq?
Xiyabani şey. Azərbaycanın adını dəyişdi, elədi Azadistan. Azadistan. Dəyişdi yoxsa mənim dili dəyişdirəcəm? Dəyişdi. 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 Niyə dəyişdi? Azad ölmüş oldu. Bax, izahım verir sizə. Əvvəllər biz köhnə kitablarda deyildi, artıq edib çıxarılır. Yadınıza gəlir, biz demədik, 18-ci ildə Azərbaycan İngiltərənin asılında deyildi. Şimali Azərbaycanda. Düzdür. O nə ilə bağlı bunu əlaqələndirdi? Dedi, vaxtında Rusiyada Azərbaycan, Şimali Azərbaycan dağalıq olub İngiltərəndə. Cənubi Azərbaycan adlandırsam mən buranı, onlar deyəcək, biz vaxtında Şimali Azərbaycanda ağıl getmişik. Azərbaycan'da, Şimal bizdəsə, Cənubda bizdə olmalıdır. Bunu əsaslandırıb gələcəklər. Başa düşdük. Buna görə ümumiyyətlə bu adı dəyişdiyilə azad ölkə. Başa düşdük. Sonra, hətta Şeyx Məhəmməd Xiyabandini belə deyək, müttəfiq təşvir edənlər oldu. Kömək edilmək, Mustafa Kemal Atatürk'dən kömək eləsin. Ruslar deyil, Bolşeviklər deyil. Gilan'da Sovet hakimiyyəti qurulur, Onların gəlməyi bunun mövqeyini müəyyən qədər möhkəmləndir, amma heç kimdən kömək göstərilmədi. Abbasqulu Şadrinski də kömək təşkil edir, heç kim köməyi qəbul etmədi. Qorxurdu ki, köməyi qəbul ediləcək, sabahlar ondan nəsə macalar, nəsə gözləyəcəkdir. Yəni heç kim köməyi qəbul etmədi. Və 1920-ci il, 23 iyun yaradıldı nə? Milli hökumət. Testdə düşən sualdır. Nətər düşür? Milli hökumətə aiddir. Milli hökumətə aiddir deyən kimi biz götürüb komissiyalar zad verməyəcəyik ya. Milli hökumətin dövründə olan bax. Milli hökumət yaradıldı. Təzəddüd qəzetinin binası köçürüldü Alaqapıya. Düzdürmü? Alaqapıya köçürüldü. Və milli hökumət rəhbəri kim oldu? Xiyabani başladı, milli hökumətin tədbirləri. Bax, neynədir? Səhiyyə, maliyyə, islahatlar keçir. Bank sistemi, bank islahatı keçirdi. Sonra, pulsuz qız məktəblər, ən böyük sensasiyaydı. Sonra, şəkər, toxuculuq zavodları yaradıldı mı? Pul islahatı keçirildi. Jandarm, polis dəstəsi təşkil edildi. Əsas dayağı bu idi. Hüseyin Haşimovun da şəxs rəhbəri idi. Bax, günə qədər tədbirlər gördün ha, düz. Sonra. Hər yer Azadistan adı olsa da gedikləri qaldırdı. Gedib qalır, amma dövlət gedib Azadistan. Artıq təsəvvür edin, Cənubi Azərbaycanda hökumət qurulub, təbii ki, Xiyabani nə olacaq, istək yavaş-yavaş gedəcək, böyüyəcək. Bu da Qacarlar dövlətini narahat edir. Eyni zamanda Qacarlar dövlətini narahat edirsə, digər dövlətlər, Rus İngiltərə də narazılansa olur. Çünki Rus İngiltərə istəmirdi, İran kimi dövləti əldən verək. İranın nefti var axı. Başa düşdük. Buna görə də neynədilər? Bunun əsas polis dəstəsi, jandarm polis dəstəsi var idi. Hüseyin Haşimov, onu ələ aldılar. Xiyabanidən danışıq getdiyi vaxtda. Ələ aldılar, bundan istifadə edildilər, hücum etdilər. 1920-ci il sentyabr ayının 14-də Xiyabani və ətrafları həlak oldu, milli hökumət süqutu. Xiyabani hərəkatı məğlubiyyətlə başa çıxdı. Bax, bizim problem yaradılan mövzumuz bu idi. Gəl, Xiyabani hərəkatı neçənci illər həyata elədi?